Rüşvət vermək birmənalı olaraq haramdır, yoxsa istisna hallar ola bilər? Rüşvət, qardaşım, o əməllərdən deyil ki, burada alimlərin bir neçə görüşü var. Bəziləri deyib halaldır, bəziləri deyib haramdır, bəziləri deyib məkruhdur, bəyənilmir. Yox, qardaşım, rüşvət dinimizdə o əməllərdəndir ki, mütləq olaraq, birmənalı olaraq haramdır. Rüşvət vermək və almaq. Allah subhanahu və teala Quranda deyir: "Ya eyyuhellezine amenu la ta'kulu amwalakum beynakum bil batil." Ey iman gətirənlər, mallarınızı öz aranızda batilcəsinə yeməyin. Batilcəsinə, yəni haqsız yeməyin. Rüşvət malı haqsızcasına yeməyin ən şiddətli növüdür. Malı haqsızcasına yeməyin ən şiddətli növüdür. Nədir rüşvət? Məsələn, İbn Abidin rahimehullah öz haşiyəsində deyir ki, rüşvət nədir? Bir şəxsin hakimə, yaxud hər hansı bir şəxsə, məsul olan bir şəxsə, onun xeyrinə, yaxud istədiyi kimi hökm verməsi üçün verilən bir şeydir. Bu, haqqı yeməkdir. Ona görə rüşvət haramdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allah rüşvət verənə də, alana da, onların arasında vasitəçi olana da lənət etsin. Ona görə rüşvət haramdır, böyük günahdır və malı batilcəsinə yeməkdir. Burada heç bir ixtilaf yoxdur alimlər arasında ki, rüşvət haramdır. Düzdür, bəzi növlər var ki, rüşvətə daxil olur, olmur, o surət, o məsələnin özü, forması, bu artıq başqa bir mövzudur.